Beylaqanın Bünyadlı kəndində göz açan bir körpə. 2001-ci il avqustun 19-da dünyaya gələn vəfadar Quluzadə ailənin ilk övladı idi. Təkcə ailəsinin yox, müəllimlərinin də sevimlisi idi o. Öz qismətinə isə vətən sevgisi yazılmışdı. Ailəni qorumaq atanın borcudur, vətəni qorumaq, atanı, ananı qorumaq, vətəni qorumaq oğullarımızın vəzifə borcudur, onların üzərinə düşən bir yükdür. Bizim yiğitlər də o yükü layiqincə öz çiyinlərində daşıdılar. 30 illik torpaqlarımızın, düşmən tapdağında olan torpaqlarımızı azad elədilər, bizi azadlığımıza qovuşturdular. Fəxr eləməli oğullardı hamısı. Narahat olmayın, vətənə xidmət borcumdur. 2019-cu ildə hərbi xidmətə yollananda ailəsinə bu sözləri deyib. Vəfadar nə deyirdisə, onu eləyirdi. Mənə nə demişdisə, hamısını eləmişdi. Vəfadar yalan danışmağı sevməzdi. Getdi, torpaqlarımızı aldı. Suqovuşan uğrunda gedən ağır döyüşlərdə xüsusi qəhrəmanlıq göstərdi. Elə dostları ilə də bərabər şəhid oldu vəfadar. 8 dostuydular, 8-i də getdi. 8-i də vəfadar gəlin çastından demək olar ki, qəhrəman çast adı verildi onların çastına. Vətəni seçdi, vətən yolunda getdi. O ölümündən sonra vətən uğrunda Suqovuşanın və Laçının azad olunmasına görə medalları ilə təltif olunub. Beylaqanın digər bir gənci də eyni mərdliklə, eyni qəhrəmanlıqla vətənin çağırışına qoşuldu. Dünyamalılar kəndində göz açan şəhid Eltac Azadlı. Hələ uşaqlıqdan mehribanlığı, tərbiyəsi ilə ətrafın sevgisini qazanmışdı. Qorxan oğul deyil idi. Məktəb müəllimləri, sinif yoldaşları, əsasda müəllimlər danışanda həmişə o necə deyirlər, daimi yaxşı keyfiyyətlərindən, oxumağı da yaxşı olubdu, danışırdılar. O, vətən müharibəsinə könüllü olaraq qoşulur. Xocavəndin, Qubadlının və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə top komandiri kimi vuruşur. İnanırsan o deyirdi ki, bircə müharibə eləsəydilər, gedib ya alardıq, ya ölərdik, ya öldürərdik. Dönüb geri baxmadan vətəni seçdi, bizi seçmədi. O bizi nə qədər sevsə də vətəni seçdi. Biz onunla fəxr edirik. Eltac ölümündən sonra vətən uğrunda cəsur döyüşçü Füzulinin Xocavəndin azad olması medalları ilə təltif olunub.